Atasız qız almaram deyən aparıcı Nigar Fərhadın illər öncəyə aid müsahibəsi ortaya çıxıb. Yeni Sabah az məlumat verir ki, aparıcının sözü gedən müsahibəsi görənləri təəccübləndirib. Burada təəccübləndirici məqam Nigar Fərhadın qız anası olması və övladını atasız dünyaya gətirməsidir. Müsahibədə bu haqda ətraflı danışan Nigar Fərhadın hazırda atasız qızları tənqid hədəfi olaraq seçməsi müzakirə doğurur. Həmin müsahibəni təqdim edirik. Övladınızla münasibətiniz necədir? Bildiyim qədər sizinlə birlikdə qalmır. Zəhra dünyaya gəldiyi an mənim heç dəyim yox idi. Ümumiyyətlə, müəyyən bir aya qədər mən Zəhranı gözlədiyimi bilmirdim. Biləndə isə oturub anamla danışdım. Hazırda anamı anası kimi sevir və ona elə bağlıdır. Mən onun, anamın, bacımın yaxşı yaşamasını istədim və bu istəyi mən heç bir kişidən istəmədim. Halbuki Azad bir ölkədə Amerikada yaşayırdım. Kim nə bilərdi ki, mən orada nə edirəm? Ancaq bugün mən efirlərdə açıq şəkildə deyirəm ki, bu dünyada elə bir kişi olmayıb. Allah elə bir kişini dünyaya göndərməyib, mən onun varına görə adıma ləkə gətirim. Allahıma şükür edirəm ki, mən masa arxasında əyləşəndə məni necə hörmətlə qarşılayırlar. Masada oturan 20 kişidən daha nüfuzlu bir statusa sahibim. Hər şeyi zəhmətimlə etmişəm. Elə kişi yoxdur, gəlib desin ki, mən Nigar üçün bir zəng etdim. Maddiyatı bir tərəfə qoyuram. Bir zəngi belə deyə bilmizlər. Hər şey öz çabamdır. Ancaq sualımızdan qaçdınız. Hazırda qızınızla münasibətiniz necədir? Hazırda yaxşıdır. Biz rəfiqə kimiyik. Bir-birimizə hər şeyi danışırıq. Söhbətləşib şəxsi məsələlərimizi bölüşürük. Onun tez böyüməsindən qorxuram. Sözümü rəfiqə məsləhəti kimi qəbul edir. Ona sözümü keçirə bilmirəm. Dirib anama deyirəm ki, axı mənə xoş deyil. İstəmirəm belə şey etin və onlar öz aralarında danışırlar. Əlavədəki Nigar Fərhad sözün bitdiyi an proqramında aşağıdakı fikirləri səsləndirib mənim oğlum olsa ona atası olmayan bir qızı ala bilmərəm. Səbəbi odur ki, mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabiçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz. Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini qeyd ediblər.